10 gün bundan qabaq səni müayinə eləmişik. 10 gün bundan qabaq bizi yetərincə ki öyrətmisən. Çox sağ ol. Bu gün çox xoşbəxt anlarımızdır ki, biz sənin gülüşünü gördük. Mən də elə günlərimi sayıram ki, gələm sizə boynunuzu qucaqlayam, o sevincim. Yaxşı. Borcumdur. Çox sağ ol. Allah sizlərdən razı olsun. Mən elə vəziyyətdə gəlmişdim. Bir and olsun Allah. Onu heç kim bilməzdi ki, doktor, mən nə vəziyyətdə idim. İnansın, özümdən təmiz ümidimi üzmüşdüm. Sizlərin sayənizdə haqqınız ödənməz. Bütün doktorlar, sizin bütün burada kollektiv hamınız, Allah razı olsun. Çox sağ ol. Allah, mən sizi bundan sonra elə həyilə gördüm, doktor. Sizin sayənizdə mən balalarımın yanına gedirəm. O mənim gülüşümü qaytardı, siz mənə haqqınız ödənməz. Bir ömür boyu yanında. Çox xoş buldum. Can, qorxma, ürəkli ol. Bax sənə, qurban, qorxma. Yaxşı olur hər şey. Anaların hamısı müqəddəsdir, hamısı. Pasiyentimiz 80-cı il təvəllüdlü Naxçıvan Muxtar Respublikasından çox ağır vəziyyətdə klinikamıza daxil oldu. Mən onu hər tərəfli, obyektiv, uzun illərin bir terapevti kimi əvvəlcə obyektiv müayinə elədim. Xəstə uzun müddət idi ki, qidadan imtina eləmişdi. Nə qida qəbul edirdisə qusurdu. Daimi bir halsızlıq, yorğunluq, süstlük, baş ağrısı, yuxu pozğunluğu. Hal-hazırdakı vəziyyətinə rağmen sinir sistemində bir gərginlik gördüm. Mükəmməl bir konsilium elədikdən sonra laborator və instrumental müayinələrə başladıq. Qalxanvari vəzin hormonları verildikdən sonra orada da əməlli başlı problemlər çıxdı. Ona görə xəstəyə kompleks bir müalicə təyin elədik və 10 günlük müalicədən sonra xəstənin təkrar gəlişini təmin elədik ki, xəstə təkrar sadəcə müayinə olunsun və aparılan müalicənin nəticələrinə baxılsın. Xəstənin qida qəbulu normallaşıbdır. Müalicələrin həm nevroloji, həm endokrinoloji, həm terapevtik müayinələrin nəticələrinə əsasən yazılmış müalicələrdə həqiqətən də əməlli bir irəliləyiş hiss elədik. Bir həkim kimi, bir ana kimi istəyərdim ki, hər birimiz müraciət edən hər bir xəstəni normal dinləməyi bacaraq. Anamnez deyilən bir şey var. O anamnez, xəstəlik anamnezini normal toplayandan sonra biz qərar verə bilərik ki, xəstədə nədən şübhələnirik, xəstənin şikayəti, anamnestik müayinələrin nəticələrinə əsasən biz təyin eləməliyik ki, xəstənin şikayətlərinə uyğun hansı diaqnozdur, xəstədə hansı müayinələr aparılmalıdır və biz həmin aparılan laborator və instrumental müayinələrin nəticələrinə əsasən xəstənin dərdini təyin edirik. Hər bir xəstəmizə Allahdan şəfa diləyirəm. Hər bir Azərbaycanlıya Allahdan sağlam, bərəkətli ömür diləyirəm və arzu eləyərdim ki, insanlar bir balaca səhhətlərində, sağlamlıqlarında problem hiss eləsələr, təbii ki, birinci həkimə müraciət eləməlidirlər. Hər birinizə sağlam, bərəkətli ömür diləyirəm. Medica Hospital, doğru müalicənin doğru ünvanı.